بسم الله الرحمن الرحيم. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Təfsir cələsələrimiz davam edir. Bugün Bələd surəsinin təfsirinə başlayacağıq. 4-cü ayədə Allah Teala buyurur: "Laqad xalaqnal insana fi kabad." İnsan çətinlikdə yaradılmış oldu və burada buyurur ki, artıq insan çətinlikdə yaradılmış oldu. Kəbəd kəlməsi işlənir. Ümumiyyətlə, kəbəd sözü lüğət mənasında qaraciyərə deyilir. Qaraciyərə və qaraciyər ağrısı burada nəzərdə alınır ki, "Laqad xalaqnal insana fi kabad." Sadəcə zaman keçdikcə bu kəbəd kəlməsi ümumi hər bir ağrıya, lüğət kökünə diqqət ilə də görürük, ümumi hər bir ağrı və nəticəyə aid olur. İnsan təbii ki, yaradılışda ana rəhmindəki qərar tutur nütfədən yaradıldıqda, insanın bu dünyaya gəliş mərhələsi, doğuş mərhələsi çətindən olur. Həm ana üçün çətin olur, həm uşaq üçün çətin olur və sonra bir uşaqlıq dövrü olur, çətinliyi var, cavanlıq dövrünün, yeniyetmə dövrünün. Hərəsinin özünə məxsus bir problemi, məşəqqəti və çətinliyi vardır. Ta insan dünyada bəzi etdiyi səhvlər özləri bir növ çətinliklərdir. Amma buna baxmayaraq, yenə də insan dünyaya gəlir, öz missiyasını yerinə yetirir. Hətta biz insan çətinliyini misal vursaq görərik ki, peyğəmbərlər və imamlar tarixlərini oxuyanda ki, dünyada insanların ən kəramətliləri idilər. Buna baxmayaraq yenə onlarda çətinliklərlə üzləşdilər, vəziyyətləri çətinləşdi. Və amma bəzi vaxt cəmiyyətdə bir dəstə insan görürük ki, bunları belə deyək də, həmişə şad və xürrəmdilər bu insanlar. Bəs bunların çətinlikləri yoxdurmu? Bunların çətinlikləri yoxdurmu? Ümumiyyətlə, ümumi bir qanundur ki, insan bəzi vaxt həyatının bəzi hissəsində rahatçılıq əldə eləməlidir ki, aləm təmiz bir-birinə dəyməsin. Təsəvvür eləyin, bütün insanlar əgər çətinlik içərisində olsa hamı bir anda, yəni həyata xoş baxacaq bir tərəfləri olmasa, bütün aləm bir-birinə dəyərdir. Adi bir ailədə problem olduqda, ailədə 5-6 ailə üzvü görürsən ki, hamı bir-birindən, məsələn, sözlə də olsa bir mübarizə, bir söz güləşməsi mi deyək, bir-birinə söz atması mı deyək, baş verir. Amma bu xoşhal insanları da gördükdə, onlarla oturub yaxından söhbət etdikdə görürük ki, yox, onların da özlərinə məxsus həyatda bir sıra çətinlikləri var. Özlərinə məxsus həyatda bir sıra çətinlikləri var. Sadəcə onlar da çətinlikdən uzaq deyirlər. Sadəcə həyat üzlərini güldürəcək həyatın bir hissəsi var. Və ona görə bugün, sabah 5 ay, 3 ay, 1 il, 5 il onlar da şaddılar. Və 5-ci ayədə Allah Teala buyurur ki, "Əyyəhsəbu ən lən yəqdirə əleyhi əhəd." Deyir ki, insan beləmi güman edir ki, heç kim qadir deyil ona əli çatmağa. Əlbəttə, bu ayədə məqsəd var ki, hansı insandan söhbət gedir. Təbii ki, bəzi insanlar olur ki, həyatda özlərini çox güclü hesab edirlər. Həyatda özünü güclü hesab etmək çox müsbət bir haldır. Amma bəzi vaxt insanlar var ki, həyatda özlərini güclü hiss etmələrində məqsəd budur ki, onlar elə düşünürlər ki, heç kəs onların qarşısında, belə deyək, at oynada bilməz. Heç kəs onlara qalib gələ bilməz. Zülm edirlər, təcavüz edirlər,
və bütün özlərini qüdrətli sayırlar və Allahın iradəsini, Allahın qüdrətini həmişə yaddan çıxardırlar. Bəzi təfsirçilər də ehtimal veriblər ki, bu ayə varlılara, sərvətmədlərə aiddir ki, onlar güman edirlər ki, onların sərvətinin qarşısında heç kim onları yıxa bilməz. Səhv eləmirəmsə, Hacı Zeynul Abidin Tağıyevdən nəql olunur ki, belə deyir, mən Yasin surəsinin axır ayəsi ki, kun fəyəkun kəlməsi var, Allah hər bir şeyə bir anda ol desə olar. İstər bir şeyə məhv ol desin, istər bir şeyə yaran desin. Mən bu ayəyə şəkk elədim və nə cür ola bilər? Bir zaman gəldi, çatdı ki, o zamanın hökuməti bütün mal dövlətimi əlimdən almış oldu və onda başa düşdüm ki, bu ayə nə demək istəyir? Bu bir hissdir, bir qürurdur ki, bəzi vaxt, bəzi varlı insanlarda baş verir. Və həmçinin bu ayə haqqında deyilib ki, bəzi insanlar var ki, onların etdiyi işləri heç kim onlardan sorğu-sual edə bilməz. Yəni, mən belə edirəm və əcəb edirəm, yaxşı edirəm, heç kimə də hesab verəsi deyiləm. Xüsusən də bəzi insanlar əsəbləşən an görürsən bu cümlələri çox işlədirlər. Və bəzi, mümkündür onlara aid olmuyor, amma bəzi vaxt bəzi insanlar həmişə bu fikirdədirlər. Təbii ki, onlara da aid olur. Və ümumiyyətlə, bu ayənin geniş mənası var və bunların hamısını ona aid etmək olar. Və bəzilər də deyiblər ki, bu Comuh qəbiləsindən olan Əbul Əsəd haqqında nazil olub. Əlbəttə, bir nəzəriyyədir. Çünki o qədər qüdrətli şəxs idi ki, o yerdə oturardı, altına bir dəri qoyardılar. Məsələn, təsəvvür edin bir heyvanın dərisini. 10 nəfər istəyəydi o dəriyi çəkə, onu başara bilməzdi. Yəni, o qədər güclü idi və özünü sıxıb saxlayırdı. Və ümumiyyətlə, qeyd etdiyim kimi bu ayənin dili bu cür insanların və məğrur insanların həmişə hamısına aid etmək olar. Bəzi vaxt Allah Teala məğrur insanı bir dənə görürsən ki, milçəklə sındırır. Nəmrud haqqında ki, Həzrəti İbrahim əleyhissalam zamanında o zamanın padşahı idi və tarixdə var, yazırlar ki, bir dənə milçək gəldi, girdi qulağına və biraz dərinliklərə getdi. Hər qımıldayanda bu başını divara döyürdü və hətta deyirlər ki, gətirin böyük bir çəkiçlə əmr edir ki, başına vursunlar, başı dincəlsin. Bəzi vaxt Allah bu varlıqla insanı, bu güclü insanı bir dənə milçəklə məhv edir. Və yaxud Qarun haqqında nəql olunur ki, yer onu öz içərisinə çəkdi. O qədər, belə deyək, özünü güclü hesab edirdi. Və yaxud Fironun özü və bugünkü təbii ki, müasir dövrdə də bəzi zalim hakimləri aqibətini bu cür məsələlər təbii ki, gözləyir. Sonra davam edir, Allah Teala buyurur, yəqulu əhləktu malən lübəda. İnsan deyir ki, həlak elədi məni, bu çox malım ki var idi, bu mal məni həlak elədi. Yəni, xərişdədiyim mal. Deyir, bu o kəslərə aiddir ki, bəzi vaxt bəzi insana məsləhət olunur ki, mallarınızı xeyir yolda istifadə eləyin və bunlar xeyir yolda istifadə eləyirlər. Biraz mal əldən getdikdə başlayırlar etiraz eləməyə ki, bu mal bizi məhv etdi. Bu cür şəxslər haqqında nazil olub, mən nə qədər ehsan edəcəm, mən nə qədər yaxşılıq edəcəm ki, baxırlar ki, sanki yəni, paxıllıq, bəxillik hakim olubdur bunlara və özləri başlayırlar deyinməyə ki, bu mal, bu ayə onlara aiddir. Və bəziləri də işarə eləyiblər ki, bəzi İslam düşmənləri ki, İslamın əleyhinə mal pul xariclamışdılar, onlara aiddir. Məsələn,
Əli əleyhissalam Əmr ibn Əbdüvvətlə üzləşdikdə onu İslama dəvət eləyir və Əmr ibn Əbdüvvət Əli əleyhissalamın cavabında deyir ki, فَأَيْنَ مَا أَنْفَقْتُ فِيكُمْ مَالًا لُبَدًا. Bəs o mallar ki, sizin əleyhinizə, yəni Peyğəmbər və müsəlmanlar əleyhinə xərcləmişəm, onun axırı nə olacaq? Boşuna mı xərcləmişəm ki, İslamla mübarizə eləyəm? Bəzi vaxt həyatda İslam əleyhinə bugün bəzi Avropadan maliyyələşən, Amerikadan maliyyələşən təşkilatlar ki, var İslam əleyhinə mübarizə aparırlar. Görürsən ki, onlar da o mübarizədir, əbəsdir. Əbəsdir. Bir müddətdən sonra otururlar, fikirləşirlər ki, bəs biz filan proyekt üstündə işlədik, yenə nəticə əldə edə bilmədik. Ümumiyyətlə, mən deyərdim ki, İslam əleyhinə hər bir mübarizə nəticəsizdir. Bunu 1400 ildən də artıqdır ki, İslam gəldikdə bununla mübarizə aparırlar, amma nəticə əldə hasil edə bilməyiblər. Düzdür, bəzi azğın firqələr yaradıblar. Bunlar da el misalı olaraq desək, bir milçəyə bənzədirlər ki, bunlar könül bulandırırlar. Əslində, bunlar da milçəkdən də aşağıdırlar, çox dəyərsizdirlər. Və bəziləri də deyiblər ki, bu ayə, yəni yəqulu əhləqtu malən lübədə ayəsi, bu ayə kimin haqqında nazil olubdur? Qureyşdə Haris ibni Amir ki, Qureyşin böyüklərindən idi ki, günaha mürtəkib olurdu, tez-tez günah eləyirdi və Peyğəmbərdən soruşdu ki, mən neyniyim? Peyğəmbər buyurdu ki, günahının kəffarəsini ver. İmkanlı şəxs idi və o Peyğəmbərə belə bir cavab verir ki, indən belə də, yəni daha indən belə də İslama gəldik belə da pullarımızı kəffarələrə, nəfəqələrə xərcləyərik. Orada məhv eləyərik. Və yenə qeyd etdiyim kimi, bunların hamısına bu ayəni aid etmək olar ki, yəqulu əhləqtu malən ləbədə, insan deyir ki, həlak elədi məni bu çox mal xərcləməyim. Və 7-ci ayədə Allah Teala buyurur ki, əyəhsəbu ən ləm yərahu əhədun, ki, və insan güman eləyir ki, heç kəs onu görmür, onu heç kəs görmədi və görmür. Ki, bəzi iş görür ki, elə bilir gizlindir. Təbii ki, bu cür insanlar Allahın varlığını yaddan çıxardırlar. Allahın bəsir olmağını, əlim olmağını, alim olmağını yaddan çıxardırlar. Təbii ki, Allah görəndir və Allah bunu bir daha bəndəni oyadır ki, mən həmişə hazır və nazirəm. İbn Abbasdan nəql olunur ki, ümumiyyətlə Allah bilir ki, bu bəndə, Allah bilir ki, bəndələr ki, pulları xərclədi, düz və ya səhv, kim nə qədər xərcləyib, xərcləməyib, bunu Allah bilir. İbn Abbasdan nəql olunur ki, Həzrət Rəsulullah buyurdu, لا تزول قدم العبد حتى يسأل عن أربعة. Qiyamət günü elə bir bəndə yoxdur ki, qiyamətdə cənnətə zamanı çatanda ondan bu 4 sual soruşular. Birinci sual bundan ibarətdir ki, ən ömrihi fīmā əfnāhu. Ümumiyyətlə, insan ömrünü harda keçirdi, harda fəna elədi ömrünü, hansı yollarda keçirdi. Bəzi vaxt görürsən ki, bəzi insanlar vardır ki, öz məmləkətindən köçüb başqa yerə gedirlər. 20 il, 30 il, 40 il və heç onların, belə deyək, veclərinə də deyil ki, mənim qohumum var, qələvəm var, məsələn, bir zəng eləyərlər, bayramlaşarlar. Yəni, bu qədər məyus olurlar. Və bir də baxırlar ki, eşidirsən ki, filan kəs filan yerdəydi, 30-40 ildə öldü, gətirdilər, basırdılar və heç üstündə ağlamaq da istəmirlər. Çünki bir xoş təəssürat görməyiblər ondan. Heç yad eləməyibdir. Və odur ki, ömürdən soruşarlar. Və ən malihi min əynə cəməhu və fīmə za ənfəqəhu. Qazanıb və harada xərclədiyindən soruşurlar. O mal, pul ki, harada qazandın,
harda xərclədin? Və ən əməlihi maza əmilə bih. Üçüncü sual ki, soruşular odur ki, sən bu dünyada qazandın, xərclədin və bu malı harada qazanmışdın, harada əmələ gətirmişdin və nə işlər gördün ömrün içərisində? Bu cavanlıq, xüsusən cavanlığı da soruşarlar ki, bu ömür içərisində olan cavanlıqda nə iş gördün? Və dördüncü sual və ən hubbina əhləl beyt. Biz əhl-i beyti necə sevdin? Biz əhl-i beytə olan məhəbbətindən soruşarlar. Və sözün qısası budur ki, insan ömrünü harada keçirib, harada bəhrələndiyini, əhl-i beytə olan sevgisi, belə deyək, insanın həmişə sorğu sual olar. Amma bir ömür ki, harada keçməyindən asılı olmayaraq, əhl-i beyt sevgisi ilə insan ömrü başa vurar, təbii ki, onun aqibəti yaxşı və xoşdur. Əlbəttə, əziz izləyicilər, bunu diqqət eləyək ki, fars dilində belə bir söz var. Əgər malın varsa bir gecəlikdir. Yəni, əgər malın varsa, Allahın qüdrəti var, bir gecədə o mal məhv eləyir. Əgər canın varsa bir təbliğdir. Yəni, canını da bir anlıqda, bir dənə insanın istisi bədən temperaturu qalxmaqla, insan görsən, həddindən artıq qalxanda məhv olur. Bir təbliğdə canın var ki, aradan gedir. Və inşallah Allahı and verirəm öz izzət və cəlalına bizim ömürlərimizi bərəkətli ömürlərdən qərar versin və bizim ömrümüzdə daimən əhl-i beyt məhəbbətini qəlbimizdən əksik etməsin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.